Mossad rəhbəri David Barnea İranı hələ də nüvə silahı yaratmağa çalışmaqda ittiham edib. İran İsraili məhv etmək istəyindən imtina etməyib. Nüvə bombasını hazırlamaq hələ də onların arzusudur. Bizim məqsədimiz əvvəl Amerikalılarla sıx əməkdaşlıqda ciddi zərər vurulmuş nüvə layihəsinin heç vaxt həyata keçirilməməsini təmin etməkdir, deyə o bildirib. Barnea'nın sözlərinə görə İran dünyanı aldatmaq və daha bir pis nüvə sazişi əldə etmək niyyətindədir. Biz pis bir sazişin bağlanmasına imkan verməmişik və verməyəcəyik, deyə o vurğulayıb. Yeni İran-İsrail savaşı gözlənilirmi? Politolog Kənan Novruzov məsələ ilə bağlı Musavat.com-a dedi ki, İranla İsrail arasında gərginlik sadəcə iki dövlət arasında gərginlik deyil. Bu, beynəlxalq münasibətlər sisteminə ciddi təsir edən və ən azı Yaxın Şərqin nizamını yenidən formalaşdıra biləcək gərginlikdir. İsrail ilə İran arasındakı 12 günlük müharibə bir çox reallığı ortaya qoydu. Birincisi və bəlkə də ən vacibi, iki ölkə arasında qarşı durmada maraqlı olan qüvvələr var. İkincisi, İsrailin kəşfiyyat xidməti kifayət qədər güclüdür və İsrail nöqtə zərbələrini endirməyə üstünlük verir. Üçüncüsü, İran özünün iddia etdiyi gücə sahib deyil. Dördüncüsü, həm İran, həm də İsrail növbəti toqquşmaya hazırdır. Əvvəl də dediyimiz kimi, İsrailin iyun ayında İrana hücum etməkdə məqsədi Tehranla Vaşinqton arasında nüvə dosyesi üzrə danışıqlara mane olmaq idi. Çünki belə bir danışıqlar və ümumiyyətlə tərəflər arasındakı mümkün kompromis Tel Əvivə sərf etmir. Həm ABŞ-nın, həm də İsrailin İrana əsas təzyiq vasitəsi nüvə silahı yaratmaq vasitəsidir. Bu isə təkcə səbəb yox, həm də bəhanədir. Hətta İran sabah nüvə silahı yaratmaqdan imtina etsə belə, bu dövlətə təzyiqlər səngiməyəcək. İran isə yalnız ABŞ-la qarşılıqlı güzəştə gedə bilər. İsrailin İrana təzyiq vasitəsi kimi məhz nüvə silahı amilini göstərməyi şübhəsiz ki, həm də ABŞ-nın diqqətini çəkməyə hesablanıb. David Barnea'nın səsləndirdiyi fikirlərə gəldikdə isə demək lazımdır ki, bu İsrailin regional eskalasiya niyyətindən əl çəkmədiyini göstərir. Bəlkə də İsrail İrana növbəti hücuma zəmin yaradır. Bunun ABŞ-nın diktəsi və ya müstəqil qərar olduğunu zaman göstərəcək. Bütün hallarda düşünürəm ki, münasibətlərin bundan sonraki inkişafı xeyli dərəcədə ABŞ-nın maraqlarına uyğun olacaq. Vaşinqton istəsə, tərəfləri növbəti dəfə üz-üzə gətirəcək. Əks halda isə növbəti eskalasiya olmayacaq.